Gəlin belə bir sualın izahına baxaq. 149-u mən həll edəcəm. 150-ni isə siz özünüz həll edə bilərsiniz. ABC düzbucaqlı üçbucaqdır və deyir ki, B 90 dərəcədir. AY BY-yə bərabərdir. BF CF-ə bərabərdir və AD də CD-yə bərabərdir. M nöqtəsinin koordinatlarını bizə 7, 4 veribdir və D nöqtəsini 3, 1 veribdir və bizdən də AC tərəfinin, yəni bunun tərəfin uzunluğunu istəyir. MD indi məsafəsini tapaq. Yəni məsafəni tapmaq üçün nə edirdik? MD-ni tapmaq üçün x2-lərin fərqini köşləyəcək. X2-lərin fərqi, yəni 4-ün kvadratı üzərinə gəlinsin 4 ilə 1-in fərqinin 3-ün kvadratı. Bunu hesablasaq məsafəni tapırıq. Bu da eləyir 25 və 5 çıxır. Yəni MD məsafəsi 5-dir. Görürük ki, tərəfi yarıya böl. Tərəfi yarıya bölünən düzbucaq, yəni ümumiyyətcə mediandır və 2-nin 1-ə nisbətində bölünür. Ağırlıq mərkəzidir. Bura 5-dirsə bu hissədə BM hissəsi də 10-dur. 10 bura 5. Median dedik ki, median həm də hipotenuzun yarısıdır. Median ümumi olaraq 15-dir və hipotenuzumuz da deməli 30 olmuş olur. Yəni bizdən də elə baxın 90-ın qarşısı hipotenuz istəyir. O da doğru cavab 30.